olsun uşaqlar. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Biz bugün biraz reading edəcəyik. Readingdə ümumiyyətlə oxumada bu 11-ci sinif üçün, 9-cu sinif üçün kifayət qədər video olduğunu düşünürəm. Əsas 11-ə baxaq. Ümumiyyətlə readingə başlayarkən uşaqlar, mən bəzi tələbələrimdə, şagirdlərimdə görmüşəm ki, birbaşa gedirlər nəyin üstünə? Çalışmaların, testlərin üstünə axtarırlar. Damal hardaydı, nə bilim, Gujarat hardaydı, Hind dili hardaydı, kokonata nə vaxt atırlar başlarına falan filan. Bunu uşaqlar gəlib bu boyda tekstin içindən təkrar axtarmaq həqiqətən vaxt itkisidir. Baxın, biz başa düşürəm ki, siz orada vaxtla ayaqlaşırsınız. Hər bir dəqiqə qiymətlidir, önəmlidir. Mən bunu əlbəttə başa düşürəm. Sadəcə oxumadığınız tekstin içindən, heç bilmədiyiniz bir informasiyanın içindən bir sözü axtarmaq, bir hissəni axtarmaq həqiqətən çətindir. Azərbaycan dili olsa yenə başa düşərəm. Bu bizim öz dilimizdir, daha asandır. Amma İngilis dilindən hələ oxuyub anlamanız zəifdirsə, birbaşa readingə getmək sizi vaxt itkisinə səbəb olacaq. Mən demirəm ki, gedin oxuyun, hər bir sözü addım-addım, söz-söz, cümlə-cümlə tərcümə edin. Xeyr, gedin oxuyun. Oxuyanda biz gist üçün oxuyuruq. Yəni, gist nədir? Ümumi informasiya. Tekstin mənası, tekstin nədən söhbət getdiyini başa düşmək üçün gist üçün oxuyuruq, general information üçün. Oxuyarkən də önəmli ola biləcəyini düşündüyümüz yerlərin altından xətt çəkirik. Məsələn, nə isə xarakteristikasını verirsə, bu xarakterlərin, illərin, adların, ərazinin və ərazinin coğrafi özəlliklərindən danışırsa, bu özəlliklərin altından xətt çəksək, bizə heç yeri gəlində o xətt çəkmək bizi fokuslanmağa kömək eləyəcək və yeri gəlində heç təzədən qayıtmağa ehtiyacımız da olmayacaqdır bura. İndi gəlin bir yerdə oxuyaq. Deyir ki, damal milli rəqsdir, siddilər tərəfindən icra edilir. Gujaratda, Hindistanda. Siddilərin ancestorları, yəni nəsil kökü, əcabəti Afrikadan gəlibdir illər, əsrlər öncə. Baxmayaraq ki, onlar Hindistan adət-ənənələrini və dilini mənimsəyiblər, hələ də bəzi Afrikan adət-ənənələrini qoruyub saxlayıblar. 2-yə baxaq. Damal əvvəllər siddilər tərəfindən uğurlu ovdan sonra icra olunur. Deməli, bunlar gedirdilər ova. Əgər heyvan ovlaya bilsələr, uğurlu olsa, itki olmasa, gəlib bunu qeyd etmək üçün rəqs edirdilər. Daha sonra kralların hökmranlığı dövründə damal əsas entertainment, yəni əyləncə növüdür. Yuxarı təbəqə üçün, hansı ki, idarə edən tayfa üçün. Amma indi bu xalq rəqsi, milli rəqs fermerlər tərəfindən icra olunur. Hansı ki, artıq biçin vaxtı. Onlar deməli aşağı əyilirlər sahədə, yarım dairə yaradırlar əkinin ətrafında və Tanrıya təşəkkür edirlər əldə etdikləri məhsul üçün. 3-ə baxaq. İnsanlar deməli, bugün rəqs edirlər, hansı ki, Afrikan ritmi və Hindistanın milli musiqisinin qarışığıdır. Rəqqaslar adətən üzlərini boyuyurlar və rəngli paltarlar geyinirlər. Hansı ki, burada da peacock feathers var, yəni tovuz quşu lələyi var. Başqa bir təkrar edilməz özəllik odur ki, onlar yuxarı kokonat atırlar, kokos atırlar və bu kokosu başları ilə qırırlar. Başqa bir nəfəs kəsici hərəkət isə od üzərində rəqsdir. Deməli, bunlar odun üzərində çıxıb rəqs edirlər. Damal həmçinin ay işığında da icra edilə bilər. Damal hansı ki 700 il əvvəl, kökü, belə deyim də, mənbəyi 700 il əvvələ gedib dayanır. Bugün də bəzi dəyişikliklərlə icra edilir. Biz tekstimizi oxuduq. Burada bir rəqsdən söhbət gedir. Hansı cəmiyyət tərəfindən icra olunubdur? Əvvəl nə vaxt idi? Lap belində qəbilə icması dövründə. Sonra krallar dövründə necə icra olunub? İndi necə icra olunur? Hansı məqsədlə, nədən sonra? Və bugünkü icra edənlər nə geyinirlər? Bundan danışıbdır. Ümumi rəqsdən danışmışıq, düzdürmü? İndi gəlin baxaq.
Birinci tapşırığımız tekstə başlıq vermək tapşırığıdır. Tekstə başlıq verərkən uşaqlar, hər bir başlığı özünüz üçün səsləndirin ürəyinizdə və soruşun, həqiqətən bütün tekst bu haqdadırmı? Heç bu teksti oxumayan adama sən bu başlığı desən, başa düşəcəkmi söhbət nədən gedir? Baxın, aya baxaq. Rəqqasların kostyumu. Biz kostyuma toxunduq, dedik, rəngli idi, peacock feathers var idi orada. Amma həqiqətən bütün tekst bu haqda mıydı? Yox, deyildi. B-yə baxaq. Gujaratda vəhşi heyvan ovu. Bütün tekst bu haqdaydı mı? Xeyr. Ərazidən, əkin sahələrindən əkin toplamaq, biçmək. Bütün tekst bu haqdaydı mı? Xeyr. D-yə baxırıq. Siddi xalqının ənənəvi rəqsi, milli rəqsi. Bəli, həqiqətən də bu haqdaydı. Siddi xalqının ənənəvi rəqsi nə idi? Damal. Bütün tekstimiz elə damal haqqındadır. Y-yə, Afrika musiqisinin özəllikləri. Biz Afrika musiqisinə toxunmadıq. Demədik ki, bu alətlərlə perform olunur, bu tonlar var, bunlar var. Biz heç Afrika musiqisinə dəymədik. Ona görə bizim variantımız olacaq D. İndi 2-yə baxaq. True. Bizdən düzgün cümlələri istəyir. Damal, Afrikan və Hindistan musiqi ənənələrini birləşdirir. Bəli, orada həm Afrikan ritmi var idi, həm də Hindistan. Rəqqaslar kokonat qırmağa çalışırlar əlləri ilə. Axı biz tekstdə oxuduq ki, başları ilə qırırlar, havaya atırlar. Kokonat yerə düşəndə də başları ilə qırmağa çalışırlar. Deməli, B səhvdir. C. Damal həmişə gün doğanda icra olunur. Xeyr, gecədə icra oluna bilər, ay işığında da icra oluna bilər. Bu deməli səhvdir. The clothing of dancers is dark. Rəqqasların paltarı qara olur, tünd olur. Xeyr, rəngli olur. Biz bu informasiyanı oxuduq. Damal Hindistanda müasir rəqsdir. Xeyr, 700 il əvvələ geridən tarixi var bunun. Necə mən buna müasir rəqs deyim? Deməli, bu da səhvdir. 3-ə baxaq. City people, deməli, tamamlamalıyıq. Have kept some African traditions. Bəzi Afrikan adət-ənənələrini saxlayıbdır. Bəli, düzdür. Performed damal after bad hunting. Deyir ki, uğursuz ovdan sonra icra edirdilər. Xeyr, successful huntingdən sonra icra edirdilər. Refused speaking the Indian language. Hind dilində danışmaqdan imtina etmişlər. Xeyr. Əksinə bu dili mənimsəmişdilər. Have settled in Gujarat recently. Gujaratda təzəlikcə məskunlaşıblar. Xeyr, əsrlər öncə məskunlaşıblar. Y. Rejected following Indian customs. Deyir ki, Hindistan adət-ənənələrindən imtina etmişlər. Xeyr, onu da mənimsəmişdilər. 4-ə baxırıq. Düzgün cümlənin cavabı seçməyə çalışacağıq. What do the farmers do when the crop is ready? Fermerlər əkini hazır olanda nə edirdilər? Allaha təşəkkür edirdilər, ibadət edirdilər. They throw a coconut up into the air. Kokonotu fermerlər atmırdı, uşaqlar. Rəqqaslar atırdı. Ona görə 2 səhvdir. They burn peacock feathers on fire. Deyir ki, odda tovuz quşu lələki yandırırlar. Bizə bu barədə məlumat verilməyibdir. They bend down in the shape of half ring. Onlar yarım dairə formasında əyilib rəqs edirdilər. Bəli, 4 düzdür. Cavabım Y olacaq. 2-yə baxırıq. Deyir ki, ən azı 2 sözü dəyişməklə cümləni tamamlayın. Gedək tapaq. During the reign of kings, Damal was the main source. Main source yerinə major source deyə bilərik. Of entertainment yerinə amusement deyə bilərik. For the rulers. Ən az 2 sözü dəyişdik. 6. Sinonim axtarır maintain sözünə. Maintain qoruyub saxlamaq deməkdir. Paragraf 1-də ki, bu söz preservedir uşaqlar. Qoruyub saxlamaq. 7-yə baxaq. Definition veribdir. Bizdən sözü istəyir. Being the only one of its kind. Növünün yeganə örnəyi olmaq. Yəni təkrarsız olmaq, bənzərsiz olmaq, misilsiz olmaq. Bu da uniquedir. Tamam.
İndi gəldik. Deyir ki, 3 cümlə yazırıq bu başlığa. Which dance is your favorite and why? Sənin sevimli rəqsin hansıdır və niyə? İndi gəlin yazaq. Burada uşaqlar. Birinci, biz elə eləməliyik ki, bizim mətnimiz girişi olsun, axıcı olsun. Məsələn, deyə bilərik ki, Azərbaycan has a rich culture, folklore yazaq. Bizim çoxlu milli rəqslərimiz var. Hansı ki, we have, burada qoyum düşsün. We have many national dances that, baxın, sizə adətən tekstlə əlaqəli bir başlıq verəcək. Bizdə burada rəqsdən söhbət getdi, rəqslə bağlı sual verdi. Yəni, oradakı sözləri işlətməyinizdə, oradakı fikirləri işlətməyinizdə heç bir problem yoxdur. But preserve, qoruyur our ancient traditions. İndi burada uşaqlar giriş verdiyi Azərbaycanın zəngin folkloru var. Bizim çoxlu milli rəqslərimiz var, hansı ki özündə qədim adət-ənənələrimizi qoruyub saxlayır. İndi bu rəqslərdən bir dənəsini seçib yazacaqsınız. Tonlarla rəqsimiz var. Məsələn, mən burada deyəcəm tərəkəmə. Tərəkəmə is the one that I like most. İndi niyə tərəkəməni sevirəm? Onu açıqlayacağım ki, mənim nitqim, daha doğrusu inşam axıcı olsun. Bizim rəqslərimizdə adətən necə olur? Qadınlarımız belə məğrur, dik başlarını yuxarı tutur, quş kimi süzürlər, düzdürmü? Nəciblik göstərirlər, elegantlıq, zəriflik göstərirlər. Düzdür, indiki toylarımızda atılıb düşürlər, bu bugün belə deyim də bizim mövzumuz deyil. Amma ki, bizim həqiqətən milli rəqslərimizdə qadın məğrur, əsil, elegant və zərifdir. Alicənabdır. Kişilərimiz necədir? Onlar da məğrur, əzimli, dik duruşludur, düzdürmü? Deməli, onlar da qüruru və cəsarətini təmsil edir. Bu qədər. Bu inşa sizə kifayətdir bal almağınız üçün. Deməli, uşaqlar, burada nə etmək lazımdır? Birincisi, məntiqi ardıcıllıq qurmaq lazımdır. Giriş, fikrinizi bəyan edirsiniz, onu izah edirsiniz və yekunlaşdırırsınız. Başda mən tərəkəməni sevirəm, Azərbaycanın rəqsləri zəngindir, tərəkəmədə bu oldu, sonra tariximizdə də bu var, o var. Yəni, qarşılığa gərək yoxdur, axıcı olmalıdır nitq. Fikirlər bir-birinin davamlı olmalıdır. Biri əvvəlkini izah etməlidir, biri digərindən asılı olmalıdır. Başa düşdünüzmü? Qarşılığa ehtiyac yoxdur. Və işlədərkən də mümkün qədər, ən azından yadınıza salmısanız belə tekstdən fərqli sözlər seçib işlədin. Eyni şeyləri təkrarçılığa yol verməyin, sinonim işlətməyə cəhd edin. Cümlələr arasında bağlayıcı istifadə etməyə cəhd edin. Əlavə olaraq, bundan əlavə, növbəti olaraq bu kimi bağlayıcılardan istifadə edin ki, fikriniz tamamlansın.
Bu qədər uşaqlar. Hər hansı bir sualınız olarsa, mənə yaza bilərsiniz rəylərdə. Təşəkkür edirəm. Ümid edirəm sizin üçün faydalı olar.